Lənkəran, Astara regionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümündə 10 mayda 10 körpələr evi uşaq bağçası istifadəyə verilib. Lənkəran, Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Astara, Cəlilabad, Lənkəran və Masallı rayonlarında 10 məktəbə qədər təhsil müəssisəsi cari və əsaslı təmir olunub. Bağçaların istifadəyə verilməsi münasibəti ilə keçirilən açılış mərasimlərində 4 rayonun icra başçıları və Lənkəran, Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev iştirak ediblər. Tədbirlər torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxışlar dinlənilib, uşaqların hazırladığı ədəbi bədii kompozisiyalar izlənilib və bağçalarda yaradılan yeni şəraitlə tanışlıq olub. Yeni məktəbə qədər təhsil müəssisələrində 688 uşağın təlim-tərbiyəsi ilə 106 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Növbəti tədris ili üçün 43 ümum təhsil məktəbində və 21 məktəbə qədər təhsil müəssisəsində cari təmir işlərinin aparılması planlaşdırılır. İdarənin tabeliyində 536 ümum təhsil, 121 məktəbə qədər, 11 məktəbdən kənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda 29 ümum təhsil və 13 məktəbə qədər təhsil müəssisəsində təmir işləri görülür. 18 təhsil müəssisəsində bina və qazanxana tikintisi aparılır. Lənkəran Astara Regional Təhsil İdarəsi olaraq bizim də həyata keçirdiyimiz tədbirlərdən biri məhz məktəbəqədər təhsil pilləsinə xüsusi diqqət ayırmaq, təhsil infrastrukturunu yaxşılaşdırmaq, təhsilin keyfiyyətinin artırması istiqamətində işlər görməkdir. Bilirik ki, 10 may ilə bağlı olaraq biz simvolik olaraq 10 uşaq bağçasının yenidən təşkili istiqamətində işlər həyata keçirtmişik. Bu çərçivədə yeni uşaq bağçası yaradılmış, bir sıra uşaq bağçalarında əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Məlumat üçün bildirmək istəyirəm ki, bölgəmizdə ümumilikdə 6000 şagird məktəbəqədər təhsil pilləsində təhsil alır. Ümumilikdə 120 uşaq bağçası bölgəmiz üzrə mövcuddur. Hal-hazırda təmirdən çıxan və yeni təşkil edilən uşaq bağçalarında 688 şagird, yəni təhsil alacaq. Bu 10%-dən çox şagirdin təhsil imkanlarını yaxşılaşdırması mənasına gəlib ifadə edir.